Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xeyru nasirin və mu'in. Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. İnşallah bugün fəzilətli əməllərdə ifrat və təfrit etmək haqqında söhbət edəcəyik. Ümumiyyətlə, hər bir gözəl xüsusiyyətin həm ifrat və həm də təfrit tərəfi var. Yadınızdadırsa, biz əvvəlki bəhslərimizdə qeyd etdik ki, gözəl xüsusiyyətlər mərkəzi nöqtə hesab olunur və bu mərkəz nöqtədən kənara çıxmaq insanın ya ifrata ya da təfritə düşməsinə səbəb olar. Baxın, elə buradan da məlum olur ki, hər bir gözəl xüsusiyyətin qarşısında iki dənə mənfi xüsusiyyət, qəbahət dayanır. Bunlardan biri həmin gözəl xüsusiyyətdə ifrat eləmək, digəri isə təfrit eləməkdir. Yaxşı, ifratla təfrit nədir? Baxın, ifrat o şey deyilir ki, insan hər hansısa görəcəyi bir iş haqqında həddi aşa, o işi həddindən artıq ifrata vara ki, buna ifrat deyirlər və yaxud da ki, görəcəyi hər hansısa bir iş barəsində laqeyd yanaşa o işə qarşı, həmin o işə lazımı qədərində əhəmiyyət verməyə və buna da təfrit deyərlər. Deməli, buradan da məlum olur ki, gözəl və belə deyək də, yaxşı xüsusiyyətlərin 4 dənə əsas mənbəyi olduğu kimi, mənfi xüsusiyyətlərin, qəbahətlərin də 8 əsas mənbəyi var. Ümumiyyətlə, bunu yadda saxlayaq ki, hikmət sifətinin ziddi, əksi qəbahətlərdir. Bəs hikmət sifətinin qarşısında duran qəbahətlər hansılardır? İndi isə onların hamısını inşallah bir-bir sayacaq. Deməli, bunlardan birincisi nədir? Ağıl qüvvəsidir. Ağlı hər hansısa bir iş barəsində lazım olduğundan çox istifadə eləməyin nəticəsində bu gətirib hilə və kələyə çıxardır. Lazım olduğundan çox istifadə eləmək, diqqət eləyin. Buna da nə deyərlər? Buna da ifrat deyərlər. Bunun əksi nədir? Bunun əksi isə axmaqlıq və nadanlıqdır. Yəni, bir insan öz ağlını heç lazım olduğu miqdarda da işə salmır, istifadə eləmir ki, bunun da nəticəsi gətirib təfritə çıxardar. Yəni, bu da bu məsələdə təfrit etmək adlanar. İkinci məsələ şücaətdir, şücaət sifətidir. Buna diqqət edin əzizlər. Şücaət o demək deyil ki, insan çəkinilməsi, ehtiyat edilməsi lazım olan işlərdən çəkinməyə, kör-körənə gedə o işləri əncam verə. Əgər kimsə bu işi görsə bu cür, özünü yersiz təhlükəyə, xətərə atsa, bu işdə ifrat eləmiş olar. Bəs yaxşı, bunun əksi nədir? Məlum olduğu kimi bunun əksi də qorxaqlıqdır. Yəni nə? Yəni bir insan çəkinilməsi, ehtiyat edilməsi lazım olmayan məsələlərdə çəkinir, ehtiyat edir. Ağlın, şəriətin qadağan etmədiyi, çəkinilməsini məsləhət görmədiyi məsələlərdən çəkinir. Yəni qorxaqlığı ucbatından bir növ hər şeydən ehtiyat edir. Və bu da bu məsələ haqqında təfrit etmək adlanır. Deməli, üçüncü məsələ nədir? O da iffət sifətidir. İffət nədir? Yəni, iffətin ziddi də, baxın, şəhvətpərəstlikdir. Yəni, bir insan cismani ləzzətlərin ağla, şəriətə uyğun olub-olmadığını nəzərə almadan, halal və ya haram olduğuna diqqət eləmədən o işlərə mürtəkib ola, o işləri əncam verə. Əgər kimsə bu işləri görsə bu formada, bu məsələdə ifrat eləmiş olar. Bəs yaxşı, bunun əksi nədir? Bunun əksi isə insan öz şəhvət qüvvəsini tamamilə boğub öldürməsidir. Yəni necə? Bunun da bir növ, belə deyək də, fəsadları da var. Onun fəsadları da bundan ibarətdir ki, əvvəla insanın sağlamlığının pozulmasına gətirib çıxardır, insan cismində bir sıra fəsadların önə gəlməsinə səbəb olur və ən mühümü də budur ki, insan nəslinin kəsilməsinə gətirib çıxardar. Siz təsəvvür edin, hamı bu işdən əl götürsə, yəni tamamilə şəhvət hissini boğsa, 50 ildən, 100 ildən sonra yer üzündə insan qalmaz.
ki, o məsələn xristianlıqda bilirsiniz, rahiblər bu işi görürlər. Bəzi insanlar var ki, bu işi belə deyək də, bu yolu seçirlər və hətta təəssüflər olsun, bəzən bəzi müsəlmanlardan da bu şeyi görmək olur. Düzdür, əlhamdülillah, müsəlmanlar arasında demək olar bu şey çox nadir hallarda rastlanır, amma ümumiyyətlə bu yol, bu düşüncə, təfəkkür səhvdir və bu şeyin də fəsadları bayaq qeyd etdiyimiz kimi həm insan nəslinin kəsilməsinə, həm insan sağlamlığının pozulmasına gətirib çıxardar. Dördüncü məsələ isə əziz izləyicilər, ədalət sifətidir. Baxın, məlumdur ki, ədalətin ziddi zülmdür. Zülm nə deməkdir? Zülm yəni hər hansısa bir insanın malını belə deyək də mənimsəməyə deyilir. Bir insanın mal dövlətindən onun icazəsi olmadan istifadə eləməyə deyilir. Ümumiyyətlə, yadda saxlayaq ki, zülmün mənası çox genişdir. Burada bir neçəsinə işarə edirik. Məsələn, kiməsə qarşı haqsızlıq eləmək, kimisə incitmək və s. bu kimi şeylərə də zülm deyilir. Əgər kimsə bu cür etmiş olsa, bu məsələ haqqında ifrat etmiş sayılar. Bəs yaxşı, bunun əksi nədir? Bunun əksi isə bir insanın zalimin zülmünün qarşısında etiraz eləməyə, ona belə deyək də söz deməyə imkanı, şəraiti olduğu bir halda sakit qala, səsini çıxartmasa, bu insan bu məsələ haqqında təfrit etmiş olar. Baxın əzizlər, bunu da diqqətinizə çatdırım ki, qeyd elədiyimiz bu 8 qəbahət bütün qəbahətlərin, pisliklərin köküdür, mənbəyidir. Yəni digər qəbahətlərin hamısı bu 8 dənə qeyd elədiyimiz qəbahətlərdən qabağa gəlir. Buna bir neçə misal çəkmək istəyirəm. Məsələn, baxın, axmaqlıq xüsusiyyətindən cahillik qabağa gəlir. Qorxaqlıq xüsusiyyətindən suizan qabağa gəlir. Şəhvətpərəstlik xüsusiyyətindən abırsızlıq, həyasızlıq, riyakarlıq, israfçılıq, məsələn, həsəd aparmaq və bu kimi digər xüsusiyyətlər qabağa gəlir. Ona görə də biz çalışmalıyıq bacardığımız qədər bu mənfi xüsusiyyətləri, bu mənfi sifətləri özümüzdən kənarlaşdıraq və qeyd etdiyimiz o digər gözəl xüsusiyyətləri özümüzdə cəm edək ki, belə deyək də, əsl insan formasında, əsl insan kimi yaşaya bilək. Allah and verirəm, İzzət-i Cəlalına xatir bizləri gözəl xüsusiyyətləri özündə cəm edib, mənfi xüsusiyyətləri özündən uzaqlaşdıran bəndələrindən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.